Yazıçılar Birliyinin Nataban klubu öz qapılarını oxucuların qədəminə geniş açıb. Yazıcı publisist, folklor araşdırıcısı Salatın Əhmədlinin 3 kitabı tədbir iştirakçılarının müzakirəsinə buraxılıb. Ağstafa Qazax bölgəsinin izahlı dialektoloji lüğəti, ayrıca ssenarilər kitabı və Zəfər bizim zəfərimizdir hekayələr toplusu bugünkü ədəbi müzakirənin əsas cövhərini təşkil edir. Gördüyümüz kimi hər birisi ayrı-ayrı istiqamətdə olan gərgin yaradıcılıq axtarışından soraq verir. Bu mənada Salatın Əhmədlinin mövzu dairəsi çox şaxəlidir. Axırıncı illər mənim bir neçə kitabım çapdan çıxıbdı, işıq üzü görüb. Bunlardan biri Qazax Ağstafa dialektoloji lüğəti, biri də ki ssenarilərdir. Mənim bir neçə ssenarim var və əsas da qələbəmizin 5 illiyinə həsr olunmuş Zəfər bizim zəfərimizdir. Nə xoş ki bizə bu günləri bizim igidlərimiz yaşatdı. Nə xoş ki, Ali Baş Komandanımız İlham Əliyev və vətənimizin igid oğulları öz qanı ilə, öz canı ilə bu xoş xəbəri, bu xoş günləri bizə görməyi nəsib etdi. Zaman gedir, zaman bir daha geri dönmür. Ancaq bu kitablar yazılsa, gələcək nəsillər, cavan nəsillər bu kitabı oxuyar və məlumatlı olar. Bilər ki, bizim Qarabağımızı alan oğlanlarımız necə qəhrəmanlıq yolu keçiblər, qəhrəmanlıq döyüş yolunla öz dırnaqları ilə, dişi ilə, qanı ilə, canı ilə Qarabağı azad ediblər. Biz Şuşaya getmişdik və bizə həmin o qayalıqları göstərdilər. Adam baxır belə, heyran olur ki, bizim bu cür gözəl, igid oğullarımız var ki, bu çılpaq qayaları necə çıxıblar yuxarı, necə Şuşanı azad eləməyə. Şuşanı azad eləməyə, bəli, necə azad eləyiblər. Ağır keçib döyüş, ancaq az itki ilə Şuşanı alıblar. Yəni, bu kitabın demək olar ki, hamı kimi mən də dörd gözlə televizora baxırdım və oradakı xəbərləri izləyirdim. Əskərlərimiz, döyüşçülərimiz danışırdı, yüksək rütbəli zabitlərimiz danışırdı. Onların o dediklərindən artıq məndə sanki bir ssenarinin quruluşu gedirdi və mən belə nəticəyə gəldim ki, bunu mən yazmalıyam. Gələcək nəsillər üçün bu çatmalıdır. Çünki dövr belə getdikcə ola bilsin ki, həmin onlar yaddan çıxa bilər. Ancaq əldə bu cür kitablar olanda heç vaxt yaddan çıxmır. Əvvəla kitabın adından başlayayım. Zəfər bizim zəfərimizdir. Doğrudan da bu bütün Azərbaycan xalqının, bəlkə dünyada yaşayan bütün Azərbaycanlıların zəfəridir. Və bu kitabda da hörmətli Salatın xanımın illər boyu işlədiyi mövzunun davamıdır. Bu mövzu əbədi mövzudur, Azərbaycançılıq mövzusudur. Bundan əvvəlki əsərlərində də Salatın xanım həmişə biz qələbə çalacağıq, zəfər bizimlə olacaq ideyasını əsərlərində istəyir, böyük əsərlərində istəyir, kiçik məqalələrində, elmi tədqiqatlarında həmişə irəli sürürdü. Xan qızının adını daşıyan bu müqəddəs məkan özü də zəfərlə nəfəs alır. Xan qızının ruhu da sevinir ki, bir el qızı Salatın Əhmədli bugün zəfərimiz haqqında kitabını burada təqdim edir. Əlbəttə, Qarabağ bizim ürəyimizdir, canımızdır. Qarabağsız Azərbaycan yoxdur. Ulu Öndər də həmişə belə deyirdi. Şuşasız Qarabağ yoxdur, Qarabağsız Azərbaycan yoxdur. Şükür ki, biz bugünə qovuşduq. Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı silahlı qüvvələrimiz Qarabağı bizə qaytardılar. Qarabağı Qarabağlılara qaytardılar və Salatın xanımın
əlimizdə tutduğumuz bu kitabı da zəfərə həsr olunmuş, son illərdə, son aylarda meydana çıxan, ərsəyə gətirilən kitablar içərisində xüsusi bir çəkiyə malikdir. Çünki bir incə qadın qəlbinin, incə qadın ruhunun burada döyüntüləridir, ifadəsidir. Mən çox şadam ki, bugün hamımız bir xalq olaraq, bir qalib xalq, qalib dövlət olaraq yenə də o 44 günlük o vətən müharibəsinin, o zəfər günlərinin hər bir təqvimini yaşayırıq. İçimizdən bir qürur, bir sevinç, bir fəxarət hissi keçir. Və təbii ki, bunu bizə bəxş eləyən Azərbaycan əsgəridir, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Və ümumiyyətlə mən belə hesab edirəm ki, bu müharibədə, bu döyüşdə, 44 günlük vətən müharibəsində hər bir özünü Azərbaycanlı hiss edən hər bir şəxs, hər bir vətəndaş bu müharibədə qalib gəlmək üçün öz töhfəsini, öz payını verdi. O cümlədən yaradıcı ziyalılar var. Təbii ki, indiyə qədər bizim bu möhtəşəm qələbəyə Azərbaycan dilində desək belə müxtəlif sifətin müxtəlif formalarından, müxtəlif epitetlərdən istifadə olunur. Və mən düşünürəm ki, hələ bəlkə də dilçilər bu qələbənin böyüklüyünün, bu zəfərin böyüklüyünün ifadə formasını tapır. Ancaq indi bizim yazıçılarımız, yaradıcı ziyalılarımız ümumiyyətlə zəfərimizin poetikasını yazır. Bu cümlədən Saadət xanım. Saadət xanımın yaradıcılığı haqqında çox danışmaq olar. Ədəbi camiyə yaxşı məlumdur ki, Saadət xanım bir dilçi alim olaraq çoxsaylı tədqiqatları var. Onun dilimizə, dilimizin inkişafına, dilimizin təhlilinə aid çoxsaylı tədqiqatları var və bu həm də təqdirə layiqdir. O indiyə qədər görkəmli Azərbaycan alimlərinin dilçiliklə bağlı başladığı işi davam elətdirir. Lakin bununla belə Saadət xanım həm də yaradıcılıqla məşğul olur. Və onun çox maraqlı yaradıcılığı var və xüsusilə qeyd etmək istəyirəm ki, Saadət xanım yaradıcılığı həm də elmi yanaşmadır. Onun hekayələri, nəsrləri, tədqiqatları həm də elmi yanaşır. Adətən belə deyirlər ki, yazıçılar, şairlər, yaradıcı insanlar müharibə haqqında dəyərli əsərlər yaratmırlar və belə bir ifadə, belə bir fikir var ki, müharibələr haqqında ən dəyərli əsərlər müharibədən sonra yaranır. Ancaq mən o fikirlə o qədər də razı deyiləm. Məhz həmin o çox qiymətli dəyərli əsərlərin başlanğıcı indi qoyulur. Saadət xanım, bax bu hekayələrində, bu kitabında topladığı Zəfər bizim zəfərdir kitabındakı hekayələrini isti-isti yazıb. Və çox təqdirə layiq haldır ki, bunu kitabça şəklində çıxardıbdır. Mən bu hekayələrin bir neçəsini oxumuşam. O cümlədən elə kitabın adı kimi adlarına çox gözəl də ad seçilibdir. Zəfər bizim zəfərdir. Bu hekayəni oxuduqca, ümumiyyətlə bütün hekayələrini, bura toplanan hekayələrin hamısında o məqamlar var. Ancaq xüsusilə mən Zəfər bizim zəfərdir hekayəsinə qayıdıram. Ona görə ki, o oxuduqca elə bilirsən ki, cəbhə xəttindəsən. Sən döyüş səngərindəsən, sən prosesin içindəsən və onu yaşayırsan. Məhz Saadət xanımın yaradıcılığının gücü də ondadır ki, oxucunu
Bəs o prosesləri yaşadır. Və bu baxımdan Saadət xanımın bu kitabından almışlayıram. Kitabın adı özü çox maraqlıdır. Zəfər bizim zəfərimizdir. Və gerçəkdən də bu günlərdə biz hamımız bu zəfərin sevincini hiss edirik. Çünki bu heç də uzaqda olmayıb bu hadisələr. Yəni hardasa bir 5 il bundan əvvəl olub. Hər birimiz o həyəcanı, hər bir Azərbaycanın evində bu həyəcan hiss olunurdu. Və o qədər bizim tanışlarımız var, qohumlarımız var ki, müharibədə birbaşa iştirak ediblər. Onların analarının həyəcanını, mən özüm də şahidi olmuşam. Mənim öz xalam qızının oğlu da orada müharibədə iştirak edirdi. Hətta başdan ayağacan keçmişdi. Yəni 27 sentyabrın ta zəfər paradına qədər o müharibədə iştirak eləmişdi. Və biz o həyəcanı hamımız keçirmişik. Əlbəttə ki, bu böyük bir qələbədir, böyük bir bayramdır, böyük bir zəfərdir. Azərbaycan tarixində, 200 ilin bəlkə tarixində bu ən böyük bir hadisədir. Və bunu qələmə almaq, bunu hər bir adam ona cürət eləyə bilməz, onu hazır özünü hiss eləməlidir. Və Salatın xanım, ümumiyyətlə, mən hər dəfə deyirəm, Salatın xanımın çox incə belə qəlbi var. Çox belə incə, duyğulu insandır. O hər dəfə hansısa bir hadisəni görəndə onun birbaşa içinə təsir edir, birbaşa onu qəlbinə toxunur və o elə bir hadisələri qələmə alır, hansılar ki, doğrudan da çox önəmlidir. Salatın xanımın həmin kitabı 21 hekayədən ibarətdir, amma dil üslubu çox sadə mətndən, insanların keçirdiyi o hissləri, insanların düşdüyü situasiyanı elə gözəl təsvir edir ki, gerçəkdən də elə bilirsən ki, sən elə özün də bu hadisələrin iştirakçı olmusan. Və mən hər dəfə deyirəm, elə hadisələri mütləq təbliğ eləmək lazımdır. Mütləq gənclərin arasında bu haqda danışmaq lazımdır. Bizim gənclərimiz vətənpərvərdir, söz ola bilməz. Ali Baş Komandanımız, rezidentimiz İlham Əliyevin xarici jurnalistlərə verdiyi müsahibələrdə necə onları yerində oturdurdu, necə onlara belə tutarlı cavab, məntiqli cavablar verirdi. Yəni bütün bunlar hamısını bir yerə yığanda, yenə dediyim kimi, həmin bu kitabın içindəki yazılar meydana gəlirdi. Nə gözəl ki, bu günləri biz gördük, yaşadıq. Ona görə bütün şəhidlərə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə Allahdan can sağlığı arzu edirəm. Şəhid anaların qarşısında baş əyirəm ki, o cür igid evladlar yetişdiriblər. Bu igid evladlar həm torpağımızı qorudular, eyni zamanda torpaq da, vətən də onlara arxa dayaq oldu. Xocalı, xüsusilə Qarabağ hadisələrini özündə əks etdirən başdaşı əhvalatı, hekayələr toplusu İngilis, Rus, Türk, Ukrayna dilinə tərcümə edilərək dünyanın 55 ölkəsinə yayılır. 13 cildlik seçilmiş əsərləri çap olundu. Yəni vətən, yurd ağrısı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Həmişə bizim bu şəhidlər haqqında düşünəndə özüm də onları, ailəsini görmək istəyirəm, onların xatirələrini dinləmək istəyirəm. Yəni, bilmirəm, fikrimi necə çatdırım. Amma mən getmədən də bilirəm ki, onların o qədər bir qısa ömürləri olubdu. Nə deyəcəklər mənə? Neçənci ildə 1-ci sinifə getdi, orta məktəbi qutardı, hərbi xidmətə çağırıldı, filan döyüşdə iştirak elədi və belə yəni getdi, amma bu şəkildə qayıtdı deyə. Çox düşünürdüm ki, ya bu qədər bir qısa bir tərcümeyi hal mənim üçün yarıda qırılmış bir maraqlı kitab təsiri bağışlayırdı. Bir yarımçıq sevgi təsiri bağışlayırdı. Yarıda qırılan ümid idi bu. Yaxud ki, bilirsiniz, hər bir şey, bax, bu şəkillərdə mənim gözümün önünə gəlirdi. Mən ayaq saxlayırdım, çünki öz ürəyimdən keçirdi. Bu şəhidlərin, bilirsiniz, hər gün adı bizim üçün dolaşır. Və ürəyimdən, hətta tərpənirdim yerimdən ki, ailəsinə gedəcəyəm. Amma düşünürdüm ki, mən orada nə eşidəcəm? Hər şeyi artıq bilirik. Bir qısa, balaca bir ömür, bir çiçək ömrü kimi bir şey. Yazışı zəhmətinə məni heyran qalırlar və onu təqdir edirəm. Və onu təbrik edirəm ki, o mənim balaca, kiçicik duyduğumuz bir, balaca bir, qönçə bir həyatdan
nə boyda məsələn romanlara sığmayacaq təfərrüatlı əsərlər yazırlar. Və bu mənada mən həqiqətən dostumuzu, mən Salatın xanımı çoxdan tanıyıram. Salatın xanım da bir alim ömrü yaşayır, bir ədəbiyyatçı ömrü yaşayır, bir dilçi ömrü və yazıcı ömrü yaşayır. Eyni zamanda bilirsiniz onun bu yaradıcılığı çox hərtərəflidir. Biz qələm adamları, biz elm adamları hep belə kitablarla bəzən elə olur, özündən əvvəl tanış oluruq. Masaüstü kitablarımız, mənbələrimiz olur. Salatın xanımın özü ilə də, özülə tanış olmadan öncə mən onun kitabları ilə tanış idim. Azərbaycan ədəbi mənəvi mühitində Salatın Əhmədli bu gün çox yaxşı tanınır. Ən başlıcası ona görə ki, onun həm tədqiqat mövzusu dillə, ədəbiyyatla bağlıdır. Həm də özü yazıcıdır və ədəbi prosesdə yaradıcılığı ilə fəal iştirak edir. Maraqlı hekayələr müəllifidir, povestləri, romanları var. Salatın Əhmədlinin yaradıcılığında xalqdan gələn xüsusi bir şirinlik var. Canlı dildən, xalqdan gələn. Bu da ondan irəli gəlir ki, bir neçə aspektdə o ruhən xalqla bağlıdır. Məsələn, maraqlıdır ki, o dialekt şivə sözlərini toplayır. Lüğət halında çap elətdirib. Bu o qədər maraqlıdır ki, onun obrazlarının dilində biz həmin sözlərə rast gəlirik. Rast gəlirik, ancaq əhəmiyyət vermirik ki, bu bizim dilimizin xəzinəsindəndir. Bu mənada onun o dialekt sözlərini toplayıb nəşr etməsi xüsusi əhəmiyyətə malikdir. Onun folklorla bağlı, yaradıcının folklorla bağlı tərəfi də çox dəyərlidir. Hekayələrini oxuyanda elə bil ki, bir belə yaxşı mənada bir uşaq nağılı oxuyursan. Məsələn, əgər deyək ki, bir babaya, bir balaca nəvə xahiş eləsək ki, sən müharibəni necə görmüsən baba? O baba, əgər Salatın Əhmədlinin o hekayəsinin birini danışsa, mən hesab eləyirəm ki, elə həm xalqın tarixidir, həm xalqın ruhudur, həm də xalqın qəhrəmanlığının, igidliyinin, varisliyinin ötürülməsidir. Varisliyin ötürülməsi xalq üçün çox vacib şərtdir. Tədqiqatçılar da, Salatın Əhmədlinin yaradığını tədqiq edən tədqiqatçılar da zənnimcə bu istiqamətə xüsusi önəm verirlər. Akademik İsa Əbbəyli, Akademik Nizami Cəfərov, Professor Rüstəm Kamal, Professor Vüqar Əhməd, qeyriləri Salatın Əhmədlinin yaradılığının məxsusi olaraq mən bu qeyd elədiyim cəhətlərinə ona görə diqqət verirlər ki, onun yaradılıq sirlərinin kökünü məhz xalqda görürlər. Bax, bu mənada biz Salatın Əhmədlinin yaradığını həm də yaddaşın qaraçxası adlandıra bilərik. Döyüşçülərin bir gözəl sözü var, deyir ki, döyüşmək üçün döyüşçüyə hərbi texnika deyil, ruh və ürək lazımdır. Mənə görə qələm sahiblərinə də elə onu yazmaq üçün ürək və qəlb lazım olur. Və Salatın xanımın bütün elmi sahədə yazmış olduğu kitabların fövqündə ən gözəl məncə şah əsəri elə müharibə ilə bağlı yazdığı əsərlər olur. Çünki bugün Azərbaycan elə bir keçid tarixini yaşayır ki, 100 il bundan sonra nəsillər bizdən həmin tarixin ədəbi fövqündə yaradıcılıq baxımından əsərlər istəyəcəklər. Tarixdə, ədəbiyyatda, digər sahələrdə biz Azərbaycan tarixinin, Qarabağın 44 günlük Vətən müharibəsində olan şücaətlərini biz xalqımıza çatdırsaq da, dünyaya çatdırsaq da, ən gözəl mesaj mənə görə həm də ədəbi yazıların simasında veriləcəkdir. Və Salatın xanım bunu çox gözəl bacarır. Salatın xanımın qələmi sadədir, Salatın xanımın qələmi və üslubu sadədir, xalqın özünün dilindədir. Və gözəl bir ana obrazı olaraq ana kimi yazır, o ağrıları ana kimi canından keçirərək əsərlərində ifadə etmiş olur. Təbii ki, bu əsərlər çox gözəl olardı ki, bütün dillərə çevrilərək, təkcə Azərbaycanda deyil, Türk dünyasının hər bir yerində yayılsın. Mən çox istəyərdim ziyalıların arasında bu kitabın təqdimatı deyil, orta və ali məktəblərdə təbliğ olunsun bu kitablar. Çünki bizim ali və orta məktəb tələbələrinə örnək olaraq bir Azərbaycan ədəbiyyatını təqdim etməyə ehtiyacımız var. Ziyalılarımız onsuz da bunu bilir. Mən çox istəyərdim ki, bu əsərlərin hər birində, təbii ki, 10-20 şəhid deyil, bizim ümumən Azərbaycan torpaqları uğrunda döyüşmüş şəhidlərin ruhu və qanı o kitabın içində varsa, şəhid ailələrinin içərisində təbliğat olaraq bu kitablar yayılsın ki, biz hər zaman sizin ağlayan gözünüzük.
Biz hər zaman sizin sızıldayan ürəyinizik və o sızıldayan ürəyi, o ağlayan gözləri Salatın xanım öz əsərlərində səmimiyyətlə kitaba köçürə bilir. Və onun yazdığı bütün əsərlər, mən inanıram ki, hər an bir ana necə oğlu üçün sızıldaya bilirdisə, Salatın xanımın da qələmində o cür bir ana kimi sızıldayaraq o qələmə süzülmüşdür. Mətbuatda uzun müddətli səmərəli ünsiyyətinə, ədəbi, bədii, elmi, publisistik yaradıcılığında vətənpərvərlik mövqeyinə və sənətkarlıq uğurlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Ustad Sənətkar və Azərbaycan Bayrağı Ali Media mükafatına, bir sıra beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb. Azərbaycan ədəbi mühitində nüfuzlu yazar qadın ictimaiyyətçi kimi tanınır. Memarlıq və İnşaat Universitetinin Azərbaycan Dili və Pedaqoqa Kafedrasının müdiridir. Universitetin Yad Qadınlar Şurasının sədridir. Bədii yaradıcılığı ilə bağlı monoqrafiyalar, yüzlərlə resenziyalar çap olunub.